İndi isə 21 iyul 2022-ci il tarixində birinci qrupa düşən, bloka düşən riyaziyyat suallarının izahına birlikdə baxaq. Deyir ki, səyyah 15 km yol getdikdən sonra yolun 25% gedilməmiş qaldı. Deməli, bu 15 km yolun 75%-dir. Yəni, yolun 4'də 3'üdür. Yəni, x-in 4'də 3'ü 15'dir. Buradan da x-i hesablasaq 20 tapmış olarıq. Yəni, birinci sualda doğru cavab A variantı olmuş olar. Keçək ikinci suala. Deyir, kosinus 2x, kosinus kvadratı x üzərinə gəlsin, sinus x tənliyini həll edin. Buradan bu ifadə bilir ki, əsas eyniliklərdəndir. 1'ə bərabərdir. Kosinus 2x'i bizə 1 verib. Buradan da 2x bərabərdir 2 pi k'ya və x də bərabərdir pi k'ya. Yəni, doğru cavab C variantı. Deyir, müstəvidən 6 sm məsafədə olan deməli nöqtədən bu müstəviyə 30 dərəcə bucaq altında çəkilmiş mailin uzunluğunu tapın. İndi müstəviyə oxşamasa da olsun hər hansı bir müstəvi. Aha. İndi burada bir dənə üst bucaq çəkək. Aha. Deməli, bura olsun A, bura olsun H, bura olsun B. Bizə deməli AH-ı 6 verib və bu mailin də deməli burada 30 dərəcədir. İndi bilirik ki, burada 30'un qarşısı 6-dırsa, deməli 90'ın qarşısı da 13 olmalıdır və sualda doğru cavab B variantıdır. Deyir ki, oturacağı 2,8 ona endirilmiş hündürlüyü 2,2 olan üçbucağın sahəsini tapın. Elə bil ki, belə bir üçbucaqdır. Oturacağı 2,8'dir. Bura çəkilən hündürlük də 2,2'dir. S bərabərdir AH-nın yarısı. Yəni 2,8 vuraq, 2,2'nin yarısı. Bu da eləyəcək 2,8 vurulsun 1,1, o da eləyir 3,8. Yəni B variantı. Deyir ki, sadə vuruluqların sayını tapın. 57'ni yazacağım, 19'un kvadratı vurulsun 3'ün kvadratı üzərinə gəlsin, 19'un kvadratı vurulsun 2'nin kvadratı. 19'un kvadratını çıxarsaq, qalacaq 3'ün kvadratı üzərinə gəlsin 2'nin kvadratı. Bu da eləyəcək 19'un kvadratı vurulsun 13. Bizdən sadə vuruq sayı deyilir. Sadə vuruq sayı 2 ilə 1'in cəmi, yəni 3'dür. Müxtəlif desəydi 2 deyərdik. Keçək 6-cı suala. Deyir, funksiyanın təyin oblastını tapın. Görürük ki, kök altında olan bir ifadə, deməli, kökün altında olan hissə, yəni 5x çıxaq 4 üstü x, bu böyük bərabərdir 0'dan. Yəni 5 üstü x böyük bərabərdir 4 üstü x-dən. Yəni, hər tərəfi bölsək 4'ə 5 üstü 4, 5 də 4, 4 də 5 üstü x böyük bərabərdir 1'dən. 1'i də biz belə yaza bilərik. Bu tərəf olduğu kimi qalsın. Bir də yaza bilərik ki, 5 bölək 4 üstü 0. Yəni, buradan gördüyünüz kimi, deməli, x də 0'dan böyük bərabər olmalıdır. Yəni, x bərabərdir, daxildir daha doğrusu 0'dan müsbət sonsuzluğa qədər olan çoxluğa. Yəni, B variantı. Deməli, f C8'in qiymətini istəyir. İlk öncə C8'i hesablamaq lazımdır. Bunun üçün x-in yerinə 2 qoymaq lazımdır. 2'ni 2'ye vursaq 4 üzərinə 5, 9. İndi C8 9'dur. İndi biz F9'u hesaplamalıyıq. F9'u da burada hesablayırıq. 27 çıxaq 11, o da eləyir 16. Yəni A variantıdır. Bizdən limit sualıdır. Limiti hesaplamalıyıq. Buna bölək 1 kimi yanaşa bilərik. İndi limit en yaxınlaşır sonsuzluğa. Deməli, belə yazaq, qoşmasına vuraq. Sürətdə birbaşa yazıram. Qalacaq 9n kvadratı çıxaq. Yəni, bunun elə bir ki, kvadratı alınacaq. 9n kvadrat çıxaq 8n plus 2 bölünsün 3n üzərinə gəlsin. Kök altda 9n'in kvadratı çıxaq 8n plus 8. İndi bunu da açsaq 9n kvadratlar gedəcək. Qalacaq 8n plus 2 minus 2 bölünsün 3n üzərinə gəlsin. Kök altda bu ifadə 9n kvadratı çıxaq 8n plus 8. Hər tərəfi n-ə bölə bilərik. 8 çıxaq 2 bölünsün n bölünsün 3 üzərinə gəlsin. Kök altda 9 çıxaq 8 bölək n üzərinə gələk 2 bölək n'in kvadratı.
Bunlar n'lərin hamısı, n olan ifadələrin hamısı sıfıra yaxınlaşır və qalır son olaraq 8 bölünsün 3 üzərinə gəlsin kökdə 3, yəni 6. Bu da deyəcək 4 bölünsün 3. Yəni A variantı. Deyir oturacağı MK olan bərabər yanlı üçbucaqdır. Yəni MN ilə NK bir-birinə bərabərdir. Deyir ki, ND hündürlüyünün o orta nöqtəsindən, orta nöqtəsi demək bu məsafələr bərabərdir. YF paraleldir NK keçir və YF 12'dir. MN'in deyir uzunluğunu tapın. Biz bura bir A desək, bura da olacaq. İndi AA bu deməli düzbucaqlı üçbucaqdır. Həm də bərabər yanlı üçbucaq. Təpədən çəkilən hündürlük həm tən bölən, həm mediandır. Deməli burada olacaq 2A. İndi həmçinin bucaqlardan da bununla bu bərabərdir. Bir də görürük ki, bu bucaqla da bu bucaq bir-birinə bərabərdir. Buradan belə bir şey alırıq ki, MYF üçbucağı oxşardır MNK üçbucağına. Uyğun tərəflərin nisbətini yazsaq və bizə də demişdi ki, YF 12'dir. Buradan yaza bilərik ki, 12'nin 3 sayı olan nisbəti NK'nın YF nə idi? YF yox. NK'nın 4 ayı olan nisbətinə bərabərdir. Aha. Buradan da alırıq ki, NK vurulsun 3A bərabərdir 48 aya. A'lar gedəcək və NK'nı da buradan 16 tapmış oluruq. Yəni C variantı. Deyir ASM-in müxtəlif sadə ədədlərdir və bunu verib B ədədinin ən kiçik qiymətini soruşur. Burada sanki belə bir ixtisarlar gedəcək və qalacaq ki, loqaritma A-dan B çıxılsın loqaritma A-dan C bərabərdir 3-ə. Bu da eləyəcəkdir loqaritma A-dan B bölünsün C bərabərdir 3-ə. Buradan da B bölünsün C A'nın kubudur. İndi burada B də bərabərdir A kubu vurulsun C. A'ya ən kiçik qiymət almaq üçün A'ya 2, C'yə 3 veririk. 8 vurulsun 3-dən 24 tapırıq. Yəni burada doğru cavab A variantıdır. Keçək növbəti səhifəyə. Deyir kompleks ədədlər verilib alfanın beta'ya olan nisbətini tapın. Nisbət tapanda 2 bölünsün 5. Yəni bu da nə demək? 0,4 vurulsun kosinus 1 bölək 6 üzərinə gəlsin i sinus 1 bölək 6 eləyəcək cavab. Yəni Y variantı. Deyir ki, A7'ni tapın. İndi gəlin S13'ü belə yaza bilərik. A1 üzərinə gəlsin A13 bölünsün 2 vurulsun 13 bərabərdir. A1 üzərinə gəlsin A9 bölək 2 vurulsun 10'a. İndi A1 ilə A13'ün yarısı bizə A7'ni verəcək. Vurulsun 13 bərabərdir. A5 65'dir. 6,5'dir. 10 da ona vursaq 65. Buradan da alırıq ki, vuraq 9 da var burada. 65 vurulsun 9. İndi burada ixtisarlar gedəcək. Burada 5 qalacaq və A7'ni biz 45 tapırıq. Yəni A variantı. Deyir ki, birinci kubun həcmi ikincisinin həcminin 0,8%-ni təşkil edir. Yəni V1-in V2-yə nisbəti 0,8%-dir. Bu da nə deməkdir? 0,8 deməkdir. Bu deməkdir ki, yəni A1-in A2-yə nisbətinin kubu bərabərdir 0,8'ə. Deməli A1-in A2-nin nisbəti 0,2'dir. Bizdən də S1 ilə S2-nin nisbətinin faizini soruşur. Bu da 1,2 k kvadrat. Yəni bunun kvadratı olacaq 0,4. Faizi çevirəndə də 100'ə vursaq 4% eləmiş olacaq. Yəni C variantı. Tərliklər sistemindən x, y hasini bizə istəyir. Gəlin bunu belə yazaq. X plus minusdan verib x minus y-in kvadratı üzərinə gəlsin 2x, y bərabərdir 20'yə. İndi bu hissə 36'nı verəcək. 6'nın kvadratı üzərinə gəlsin 2x, y bərabərdir 20'yə. 2x, y -16, x, y də -8 eləyəcək. Yəni A variantıdır. Deyir ki, çoxluğun elementlərin sayını tapın. Çəkək. A, B. İndi A ümumi bu hissədir. B də ümumi bu hissədir. Deməli,
Kəsişməni tapmaq üçün biz A ilə B-nin elementləri cəmindən birləşməni çıxa bilər. Yəni 34-dən də 24 çıxsaq 10 eləyəcək B variantı. Keçək 16-ya. A nöqtəsindən deyir ki, D düz xəttinə qarşılıqlı perpendikulyar AB və AC mailləri çəkib proyeksiyalar, yəni bura 8-dir, bura 18-dir. Deyir ki, bu düz xəttə qədər məsafəni tapın adın. Yəni H istəyir. H kvadratı MN-dir, yəni 8 vurulsun 18. Bu da 144 eləyir. H da buradan 12 çıxır. Yəni Y variantı. Bizdən deyir ki, ifadənin qiymətini hesablayın. Gəlin bunu açaq. 44 üzərinə gəlsin 38 vurulsun. 44-ün kvadratı çıxaq. 44 vurulsun 38. Üzərinə gəlsin 38-in kvadratı bölünsün 41. İndi bunu hesablasaq, burada ixtisar edəcək 2 qalacaq. Çıxılsın da bu ifadə var. 2-ni mötərizə xaricinə çıxarıram. 44-ün kvadratı çıxaq. 44 vuraq 38. Üzərinə gəlsin 38-in kvadratı çıxaq. 44 vuraq 38. Burada da göründüyü kimi 44 çıxaq 38-in kvadratıdır. 4-ün kvadratı 16. Neçə eləyir burada? Neçə eləyir? 6 eləyir. 6-nın kvadratı 36. 2 də vuranda 72. Yəni D variantı. Deyir, hansı bucaq əmsalı mənfi 3 bölək 4-ə bərabərdir? C variantıdır. 3x eləyir mənfi 4y. Buradan da y bərabərdir. Mənfi 3 bölək 4x. Bu da k-dır. Bizə belə bir çevrə verilib. DBK 60'dır. Yəni bura 60'dır. Bizdən nə istəyir? AC parçasının uzunluğunu istəyir. İndi burayla da birləşdirsək radiusdur. Radiusda bilir ki, burada 90 dərəcə əmələ gələcək. İndi burada o zaman 30'dur. Açıq bucaq taxır. Burada 30'dur. İndi bura 30'sa burada 30'dur. İndi xarici bucaqdan burada 60'dır. Bura 60'dırsa burada 30'dur. Bunların hamısını yazdıq. Həmçinin burada 120 dərəcədir. Onu da bildik. AB 6 kökdə 3'dür. 60'ın qarşısı 6 kökdə 3'dür. O deməli 30'un qarşısı 6 və burada 12'dir. Bu məsafələr də bərabər. Deməli burada 6, burada 6. Yəni doğru cavab AC-ni istəyirsə 6 desimetr eləmiş olacaq. Yəni C variantı. Deyir, yan səthinin sahəsi oturacağın sahəsindən 2 dəfə böyük olan konusun hündürlüyünün oturacağın radiusuna olan nisbətini tapın. Yəni S yan 2S oturacaq olsun. H bölək R bərabərdir sual. Yəni deyir ki, pi RL bərabər olsun 2 pi R. Burada 2 pi R kvadratı L bərabərdir 2 R tapırıq. İndi çəkir qoyuyorum. Bu olsun konusumuz. Şimdi bizə buranın 2 R veribdir. Burada R'dir. Bura 90 dərəcədir. Bura 60'dır. Bura 30'dur. İndi 60'ın qabağı R kökdə 3'dür. Burada R'dir. Bizdən də deyir ki, nə deyirdi? H-ın R-ə nisbəti. H gördüyü kimi R kökdə 3'dür. Bölünsün R. Bunlar da gedəcək. Cavab qalacaq kökdə 3. Yəni Y variantı. Keçək 21-ci suala. Deyir, hansı qiymətlərində B-nin bir kökü vardır? Bu nə deməkdir? X çıxaq 2 vurulsun X çıxaq 3 bölək X çıxaq B bərabərdir 0. Deməli, buradan B ya 2 ya da 3 olmalıdır. 2 qiymət çıxsın. Yəni bir tənin kökü olsun. Bu da B variantıdır. 22-ci suala baxaq. Deyir ki, çəkilmiş toxunan bucaq əmsalı 60 isə toxunma nöqtəsinin apsisini tapın. İndi bunun törəməsini tapmaq lazımdır. Bu da eləyəcək 14x, yəni 2 bıraq 7 yanında da x çıxaq 8 x'in törəməsi 0-dır. O üstü də sabitdir. 62'dir. 14x 70, x də 5. Yəqin D variantıdır. Digər oturacağın tərəfləri belə olan və həcmi 80 olan üçbucaqlı piramidin hündürlüyünü tapın. Yəni V 80'dir. V bərabərdir 3'də 1, S oturacaq H. İndi bunun bir dənə oturacağını çəkək. Bura 5, 5, 3, hündürlük çəkdik. Burada oldu 4. Sahə də bərabər 4 vuraq 6'nın, yəni S oturacaq yarısı. Bu da eləyəcək 12. 12, 80 də bərabərdir. 3'də 1 vurulsun, 12 vuraq H-a. Burada da 4, H da 20. Eləyəcəkdir. 24'ə baxaq, paraleloqram çəkək.
paralelogramdır. ABCD. ABCD paralelogramdır. ABCD. Bir de buradan seçelim. Deyir ki, bura BCD M nöqtəsi vardır. Bunda da deyir ki, Y nöqtəsi var. Yəni özümdən götürürəm. Hər hansı bir Y nöqtəsi olsun. Deməli, bunlar tən böləndi. Tən böləndi. Məsələn, bura A deyək. Burada bütün burada A olacaq. Burada A, burada A, burada A. İndi buranın da bizə 6,5 və burada da bilirik ki, 90 dərəcə əmələ gətirəcək. İndi mediandır. Median da bilirik ki, betonumuzun yarısı. Deməli, bura 13. İndi bura 13'dür, bura 6,5'dir. Burada 13'dür, burada 6,5'dir. Yəni 3'dən 13 var. Perimetrdə 39 olacaq. Keçək integral sualına. Bizə bərabərlik verib. Burada toplaya bilərik. Deməli, burada alınacaq sinus kvadratından x-in, kosinus kvadrat x-in cəmi 1'dir. Deməli, 2x plus 1 alınacaqdır. Bərabərdir a kvadratına. Burada da x kvadrat üzərinə gəlinsin x. Deməli, a-dan 5'ə bərabərdir a-nın kvadratına. Alınacaq ki, a kvadrat üzərinə gəlinsin a. Sıxılsın 30 bərabərdir a kvadratına. Buradan da a-nı 30 tapırıq. Keçək bu suala. 26-cı sual deyir ki, bərabərsin ki 7. Deməli, aralığına daxil olan təməllərin cəmi tapın. Bu ifadə göründüyü kimi 0-dan böyük bərabər. Deməli, x çıxaq 7 0-dan kiçik olmalıdır və x 7-dən kiçik olmalıdır. Həmçində x 5-də ola bilməz. Çünki burada ciddi böyükdür. Deməli, bu zaman hədd çoxluğumuz mənfi sonsuzluqdan 5-ə, 5-dən 7 olacaq. Yəni, bizdən kəsişməsini istəyirdi ki, 7 ilə 2-dən 5-ə kəsişsin, 5-dən 7 olacaq. Daxil olan qiymətlər də 2, 3, 4, 6-dır. Yəni, deməli, bu da eləyəcək 15, 15. Deməli, buna baxaq. Birincidə 1 ilə 5 aralığındadır qiymətlər. İkincidə mənfi 1 ilə 3 aralığındadır. Ən sonuncuda da mənfi 5 ilə 9. Yəni, ən böyük, ən kiçik deyir. 1 ilə 5 cəmləri 6. 1-ə C variantı uyğundur. Mənfi 1 ilə 3 2-yə B uyğundur. Mənfi 5 ilə 9 4 3-ə də A uyğundur. Fərqlərinə də baxsaq 9 ilə mənfi 5 4. Bir dənə bu uyğundur. Yerə 8-də heç birinə uyğun deyil. Və bu da deməli 2022-ci il 21 iyul qəbulunun izahı idi.